Salam hörmətli tamaşaçılar. Qurtuluş televiziyasının yeni layihəsi olan Mən də varam artıq efirdədir. Bu günləri biz Qusar rayonundayıq. Gəlmişik ki, Qusarın bacarıqlı, istedadlı gənclərini çəkək və siz tamaşaçılara göstərək. İlk öncəsə Qusar haqqında sizə bir məlumat verək. ...94.300 nəfərin yaşadığı Qusar rayonu 1930-cu ildən rayon statusu almışdır. Son illərdə turizm rayonu kimi məşhurlaşan bu rayonda 90 yaşayış məntəqəsi, mədəniyyət mərkəzi, tarix diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, rəsm qalereyası yerləşir. Qusar rayonu mədəniyyəti haqqında məlumat almaq üçün yanımızda Qusar rayon mədəniyyət şöbəsinin müdürü İbrahim Xəlilov David müəllim var. David müəllim, xoş gördük sizi. Biz istəyərdik siz Qusar rayonu mədəniyyəti haqqında bizə bir qısaca məlumat verərdiniz. Qusar rayon mədəniyyət şöbəsinin tabiçiliyində bir sıra müəssisələr fəaliyyət göstərir. Bunlar tarix diyarşünaslıq, Heydər Əliyev mərkəzi, Mərkəzi Kitabxana sistemi, Uşaq İncəsənət Məktəbi və digər müəssisələr bizim şöbəmizin nəzdində fəaliyyət göstərir. Bunlar bugün dövlətimizin mədəniyyət haqqında qanununa və onun siyasətinə uyğunlara fəaliyyət göstərirlər. Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir. Şimaldan Rusiyanın Dağıstan Muxtar vilayəti ilə, cənubdan isə Azərbaycanın Qəbələ, Quba və Xaçmaz rayonları ilə həmsərhəddir. Qusara bəzən də Azərbaycanın şimal qapısı da deyilir. Qusar rayonu, yəni keçmişdə Azərbaycanda olan xanlıqlar dövründə Quba xanlığına, Quba əyalətinə məxsus bir ərazidə yerləşirdi. 18-ci əsrdən yaşayış məskəni kimi burada yəni tarixi mənbələrə düşür.
Bura vətəndir balam, gülü bitəndir balam, elim çatandır, önüm yetendir. Bura vətəndir, bura vətəndir. Tepes ucadır, ucadır balam ucadır. Yolu halçadır, halçadır balam halçadır. Yine dünyadan, dünyadan bala dünyadan. Eli gel cedi gel cedi bala gel cedi. Eli gel cedi gel cedi bala gel cedi. Bura arazdır, arazdır balam arazdır. Suyu da yazdır balam da yazdır. Gemi buz tutur balam buz tutur. Neynim ayazdır, neynim ayazdır. Neynim ayazdır, neynim ayazdır. Bura vətəndir, gülü bitendir, elim çatandır, ölüm yetendir. Bura vətəndir, bura vətəndir. Şuşadır, Şuşadır bala Şuşadır. Güzel Şuşadır, Şuşadır balam Şuşadır. Üzme gülünü, gülünü bala gülünü. Gülü koşadır, koşadır bala koşadır. Gülü koşadır, koşadır bala koşadır. Şəkidir, şəkidir balam şəkidir. Gözəl şəkidir, şəkidir balam şəkidir. Yine dünyadan, dünyadan bala dünyadan. Ezel şəkidir, şəkidir bala şəkidir. Gözəl şəkidir, şəkidir bala şəkidir. Bura vətəndir, gülü bitendir, elim çataldır, gülüm yetendir. Bura vətəndir, bura vətəndir, bura vətəndir. Bura vətəndir balam, gülü bitendir balam. Elim çatandır, ünüm yetendir. Bura vətəndir, bura vətəndir.
Vaiq müəllim, sizin bu mədəniyyət mərkəzinin fəaliyyətindən bizə biraz məlumat verərdiniz? Siz əvvəla xoş gəlmişsiniz. Yəni, Qusar Mədəniyyət Mərkəzinə xoş gəlmişsiniz. Mədəniyyət Mərkəzi bizdə bilirsiniz ki, çox fəal işləyir. Yəni, gündəlik burada məşqlər gedir. Mədəniyyət Mərkəzdə bədii öz fəaliyyət dərnəkləri fəaliyyət göstərir. Musiqi alətləri dərnəkləri var, rəqs dərnəkləri var. Евролезгинка. Unutmak çetin olsa da elveda söyle.
heç özüm bilmirəm hara. Gedirəm, gedirəm çox uzaqlara. Sensizlik mənə çox çətin olsa da, gedirəm bir daha dönmərəm sana. Yoxluğun ömrümə qaranlıq sardı, tənhalıq şaxtalıq borandı qardı. Səninlə nə arzum, xəyalım vardı. Bu çəkdin ömrümü, sevgin yalandı. Yoxluğun ömrümə qaranlıq sardı, tənhalıq şaxtalıq borandı qardı. Səninlə nə arzum, xəyalım vardı. Bu çəkdin ömrümü, sevgin yalandı. Gedirəm, heç özüm bilmirəm hara. Gedirəm, gedirəm çox uzaqlara. Ayrılıq unutmaq çətin olsa da, əlvida söyləyin sevgili yara. Gedirəm, heç özüm bilmirəm hara. Gedirəm, gedirəm çox uzaqlara. Sensizlik mənə çox çətin olsa da, gedirəm bir daha dönmərəm sana. Gedirəm, heç özüm bilmirəm hara. Gedirəm, gedirəm çox uzaqlara. Sensizlik mənə çox çətin olsa da, gedirəm bir daha dönmərəm sana. Gördüğünüz yani burada bizim bədii öz fəaliyyətin iştirakçıları, yani orada gördüğünüz Bəhruz Hacıbəyov, Cəmilə xanım Zalova, yani bizim bədii öz fəaliyyətin özvləridir. Yani çox insanlar yenə var, yani hal-hazırda iştiraklarını gördüğünüz insanlar onlardır. Hal-hazırda Cəmilə xanımın evinin önündəyik. Gəlin Cəmilə xanımla yaxından tanış olaq. Salam, salam, xoş gördük sizi. Hoş gəlmisiniz, gəlin, həmişə siz gəlin. Necəsiz Cəmilə xanım? Çox sağ olun, yaxşı olasınız, yaxşı gününüz olsun, lap yaxşı. Mədəniyyət mərkəzində sizi dinlədik, çox bəyəndik, çox gözəl səsiniz var. İstədik sizi yaxından tanıyaq. Cəmilə Zalova kimdir? Çox sağ olun, xoş gəlmisiniz, həmişə qapılarımız açıqdır. Allah razı olsun. Mən də çox sevindim doğrudan. Bugün belə bir tədbirdə iştirak elədim və doğrudan da çox sevindim. Cəmilə Zalova deyəndə bir ləzgi qızı, bir Azərbaycan vətəndaşı. Mən də bu xalqın bir nümayəndəsiyəm əlbəttə ki. Amma ki, biraz fərqli oluruq biz bu sənətlə əlbəttə. Mən Qusa rayonunda Cibir kəndində anadan olmuşam, amma 2000-ci ildən Bakıda fəaliyyət göstərirəm. Ən birinci gəldim Respublika Müəllimlər Evində
rəhmətlik Sabir Mirzəyevin Respublika Müəllimlər Evində orada muğam səs məktəbi var idi. Orada oxudum. 2003-2006 Asif Zeynalov adına musiqi kollecində oxudum. Xalq artisti Zabit Nəbzadənin tələbəsi oldu. Maşallah, musiqi təsiriniz genişdir. Var. Siz bu günə qədər nələr etmisiniz bu sənətdə? Hansı işləri görmüsünüz? Qoy tamaşaçılarımız da sizi yaxından tanısın ki, bu sənətdə bu işləri görüb zəmilə salırlar. Valla belə deyərdim ki, Bakıda efirlərdə həmişə indi görürsüz, onsuz da oluruq. Biz tolerant günlərində ümumiyyətcə bir ləzgi xalqı biz nümayiş eləyirik, biz belə oluruq. Amma belə də ki, yəni həmişə harda oluruq, yəni elə Zabit müəllimin özü ilə el şənliklərinə gedirik, tədbirlərə gedirik. Amma belə də ki, hər il Bakıda gözəl saraylarımızda konsertlər veririk. Sonra da ki, həmişə bütün rayonun tədbirlərində yəni iştirak edirik yaxından. Hara dəvət alırıq, canla, başla, ümumiyyətcə. Amma belə də ki, Suvar kollektivinə 5 disk çıxartmışıq. Amma belə öz solo diskim var, birinci diskimi çıxartmışıq. Bir də bu yaxın müddətlərində ləzgilərdə biraz laylay çox biraz az idi. Amma belə nümayiş eləmirdilər. Amma biz istədik ki, lap ləzgi koloritlərlə bizim xalqın hər bir ənənələri saxlamaqdan ötürü, hər bir şeyi saxlamaqdan ötürü, yəni müğənni olaraq mən nə oluram olsun, amma mən yenə də anayam. Cəmaata bunu mən təbliğ eləmək istədim ki, bir laylay klipi çəkdik, onu ərsəyə gətirdik, işıq üzü görüblər. Diski indi sizə verərik inşallah, onu da görərsiniz. Belə də ki, yəni təzə-təzə mahnılarım var, bəstəkar mahnılarım var, amma belə də bilirsiniz ki, xalq mahnıları, muğamları hamısını indi onsuz da oxuyuruq. Amma belə də bəstəkar mahnıların üzərində işləyirik. Təzə çoxdur, arzularımız çoxdur, inşallah həyata keçər. Cəmilə xanım, bilirik ki, ailəlisiniz. İstəyərdik ailəviz haqqında bizə bir məlumat verərdiniz. Allah bütün ailələri saxlasın, həmçinin də bizim ailəmizi. 3 ildən artıqdır ki, ailəliyəm. Bir evladım var, qız evladım var. Allah bütün evladları saxlasın, çox sağ olun. Məmnunam, çox şadam, valla. Tək ki, Allah hər kəsə mənim kimi ailəmi nəsib eləsin. Xoşbəxtəm. Qusar rayonunda mən də varam deyə biləcək insanlardan biri də Nağıyev Rüstəmdir. Nağıyev Rüstəm kimdir? Nə işlə məşğuldur? Onu özündən öyrənəcəyik. Belə portretlərə baxanda, rəsmlərə baxanda artıq bilinir ki, bu insan kimdir. Salam Rüstəm müəllim. Aleyküm salam. Xoş gəlmisiniz. Mən Nağıyev Rüstəm bəy Ruhullah oğlu Qusar rayon rəsm qalerisində baş mühafız işləyirəm. Yəni 80 aprel rəssamlıq fakültəsini bitirmişəm. Aprel ayında bədii fakültəsini. 82-ci ildə qəbul olunmuşam. 89-da əsgərlik daxil olmaqla oranı bitirmişəm. Ondan sonra bir ara durğunluq illəri oldu, bir işləyə bilmədim. İndi hal-hazırda burada işləyirəm. Əməlatxanam da burada yerləşir. Rəssamlıq fəaliyyətinə məşğulum. Tam mənada.
Qusarı dünyada, Azərbaycanda təmsil etmisiniz. Bunlar haqqında bizə məlumat verərdiniz. Bu sərgilərdə çox iştirak edirəm. Bizim Mədəniyyət və Turizm Nazirliyi xətti ilə keçirilən sərgilərdə, həm də başqa rəssamlar İttifaqı xətti ilə keçirilən sərgilərdə çox iştirak edirəm. Azərbaycanda Qusar rayonunu təmsil edirəm. Beynəlxalq sərgilərdə də Azərbaycanı təmsil edirəm. Birinci beynəlxalq qəbələ sərgisində iştirak etmişəm. Moskvada beynəlxalq, sonra Sankt-Peterburq şəhərində beynəlxalq sərgilərdə öz əsərlərimlə çıxış etmişəm. Hər birinci beynəlxalq qəbələ sərgisində də bir işim Kareliya Bilsinmə tərəfində alınıb, yaxşı qiymətə alınmışdı orada. Sonra o biri işlərdə Moskvada 7 işlə təmsil olunmuşdum, Sankt-Peterburqda 3 işlə. O işlərdə sonra burada alındı. Kurtuluş telekanalımıza da bundan sonra da müvəffəqiyyətlər arzulayıram. İndi isə müsahibim Qusar rayon icra başçısının müavini Elman Mustafayevdir. Qusar rayonu bir rayon olaraq 1930-cu ildən təşkil olunub. Artıq Qusar rayonu bu keçdiyi bu inkişaf dövrü ərzində xeyli inkişaf edib. Rayonda 94.300 əhali yaşayır. 90 yaşayış məntəqəsi mövcuddur Qusar rayon ərazisində. Rayonun əsas iqtisadiyyatı kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatında bağçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik və eyni zamanda heyvandarlıq sahələrindən rayon əhalisi məşğuldur. O cümlədən son illər həyata keçirilən tədbirlər nəticəsində Qusar rayonu həm də turizm rayonu kimi artıq inkişaf etməkdədir. Rayon ərazisində xeyli sayda turizm obyektləri, o cümlədən analoq olmayan ölkə ərazisində Şaxta Qışyay turizm kompleksi inşa olunub, istifadəyə verilib ki, bu da rayonun turizm imkanlarını daha da genişləndirir. Rayonda mədəniyyətin inkişafı ilə bağlı rayon icra hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Ötən illər ərzində bir neçə mədəniyyət evi, mədəniyyət müəssisələri inşa olunaraq istifadəyə verilib. Qusar şəhərində tarix daşnaşlıq muzeyi, mədəniyyət mərkəzi, rəsm qalereyası əsaslı şəkildə təmir olunub. Onların fondları zənginləşdirilib. Milli folklor ansambllarının inkişaf etdirilməsi ilə bağlı, milli folklorun təbliği ilə bağlı tədbirlər həyata keçirilib, bir sıra folklor ansamblları yaradılıb, onların müxtəlif müsabiqələrdə iştirakı rayon icra hakimiyyətindən təmin olunur. Vaxtaşırı ölkədə keçirilən mədəniyyət forumlarında rayon nümayəndələrinin iştirakı, eyni zamanda keçirilən müsabiqələrdə rayonu təmsil edən ailələrin, istedadlı gənclərin iştirakı rayon icra hakimiyyətindən təmin olunur. Onların ezamiyyə xərcləri və müsabiqədə yer tutmuş bizim istedadlı gənclərimizin həvəsləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir və rayon icra hakimiyyəti hər zaman bu sahəni diqqət mərkəzində saxlayır. Burada istedadı olan, məndə varam deyə bilən Rüstəm Nağıyev, Cəmilə Zalova kimi istedadlı insanlar var. Onlar haqqında bizə bir məlumat verərdiniz. Anı qeyd etdiyiniz gənclər rayonda fəaliyyət göstərən bir çox istedadlı gənclərdən biridir. Və qeyd etməliyəm ki, Cəmilə Zalova istedadlı müğənni kimi rayon sakinləri tərəfindən sevilir. O, rayonun müxtəlif tədbirlərində, dövlət səviyyəli, dövlət əhəmiyyətli tədbirlərində öz istedadını nümayiş etdirir və böyük tamaşaçı rəğbətini qazanıb. Rayon icra hakimiyyəti kimi belə istedadlı gənclərə qayğının göstərilməsi üçün onun işlə təmin olunması ilə bağlı mədəniyyət şöbəsindən müxtəlif müvafiq tövsiyələr verilib və biz çalışacağıq ki, onun istedadının daha da təbliğ olunması, daha da tanınması və rayonumuzu müxtəlif tədbirləri təmsil etməsi ilə bağlı tədbirlərimizi bundan sonra da davam etdirək. Rəssam olan Rüstəm Nağıyev ölkədə keçirilən və ölkədən kənarda keçirilən bir çox rəsm müsabiqələrində iştirak etmiş, artıq tanınmış rəssam kimi biz onu qəbul edirik və onun əsasən mənzərə mövzusunda çəkdiyi əsərlər
bir çox sənətsevərlər tərəfindən qəbul olunur yüksək səviyyədə və onun müsabiqələrdə iştirakı ilə bağlı, rəsmi müsabiqələrində iştirakı ilə bağlı rayon icra hakimiyyəti vaxtaşırı tədbirlər görüb və onun bütün ezamiyyə xərcləri, onun üçün rəsm qaydasında xüsusi emalatxana ayrılıb və rəsm dərnəyi təşkil olunub ki, həm öz sənətini inkişaf etdirsin, eyni zamanda gənc rəssamları cəlb etməklə bu sənəti yaşatmağa, təbliğ etməyə lazımi zəruri şərait yaradılıb. Bizə etdiyiniz köməklər onu göstərir ki, Qusar rayonunda istedadlı insanlara kömək göstərilir, həqiqətində dayaq olunur. Bəli, biz qeyd etdiyiniz kimi istedadlı insanlar ümumiyyətlə rayon mədəniyyətinin, rayonun simasını və bütövlükdə ölkəmizin inkişafına səbəb olan bir haldır və bu baxımdan da biz hər zaman çalışmışıq ki, ölkə başçısının mədəniyyətə, incəsənətə göstərdiyi qayğıya əməli işimizlə cavab verək və belə istedadları axtaraq, üzə çıxaraq və onların istedadını daha da inkişaf etdirilməsi ilə bağlı tədbirlər görək. Təbii ki, bunlar bütövlükdə rayon mədəniyyətinin və bu da öz növbəsində ölkə mədəniyyətinin inkişafına öz töhfəsini verir. Bunu bir vəzifə olaraq rayon icra hakimiyyəti qəbul edir və bu istiqamətdə tədbirləri hər zaman davam etdirəcəkdir. Bizə etdiyiniz köməklərə görə sizə təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Özünə güvənib məndə varam deyə bilən Qusar sakinləri ilə bugünkü verilişimiz sona çatdı. İnşallah gələn həftə yeni bir rayonda yeni istedadlı insanlarla sizin görüşünüzə gələcəyik. Sağ olun, gəlin görüşlərə qədər.